kəsərək öz adını yazıb. Dişlərini ona görə çıxardılar ki, bunların cavan yaşında o taleykanı yerləşdirə bilsinlər. Hoppa, hoppa, ya. Salam Azərbaycan. Can you say? Salam Azərbaycan. Evləri bax belə palçıqdan hazırlanılır. Yeni videodan hamınızı salamlayıram. Arxamda görürsünüz Efiopiya təyyarəsidir. Çox maraqlı bir şeylər olacaq. İndi hava limanındayım, gözləyirəm. Hal-hazırda Efiopiyanın paytaxtındayım. Addis Ababadayım, daha doğrusu. Gözləyirəm. Bir dənə təyyarəyə giriş başlasın. Gedəcək 1 saat 40 dəqiqəlik yolum. 3-cü artıq təyyarəmdir. Çox yorulmuşam. 24 saatlı yollardayım. Amma artıq sonuncudur. Və gedirik qəbilələrə. Dəli qəbilələrə. Millət, çatdıq. Heç çox belə bir cübbulu təyyarəyə minməmişdim. İndi minəcəm. Çox həyəcanlıyam. Çox maraqlıdır. Çoxlu turistlər var və hər yerdə Türkiyənin bayrağı var. Bilməm niyə. Və Rəcəb Tayyip Ərdoğanın da arada sıra şəkillərini görmək olur küçələrdə falan. Bilmirəm nə məsələdir. Yəqin bura gəlir, görüşləri falan olacaq. Samolyot zordur ya amma, hə? Çox qəşəng samolyotdur. Əjdahası uşaqlar. Qabaqda bizi çox maraqlı şeylər gözləyir. Çox maraqlı şeylər gözləyir bizi. Hazır olun. Cübbulu təyyarənin içərisi nətər olur, mən də bilmədiyimə görə. İndi girişdə çəkəcəm ki, görəsiniz siz, onun içərisi necə olur. Çox cübbulu deyə belə şirindir, modandır. Belə pilləkənləri da balaca da girişdə. Hay. Ha, elə eyni şeydir burası. Sizenkalar 2 dənədir. Belə beləcədir cübbulu. Qaşa eyni şeydir konkretno. Bir saatdə balaca uçuşda üzümdə ləkəyə bax, yatmağa çalışırdım. Onda da gəldilər, dururdular ki, yemək veririz. Katlet çörək. Katlet yerində bunların katletdir. Bilməm, dadına baxın deyərəm. Və bələnçiyinə sox. Duyuş olsun. Sən Allahım buna bax da, buna bax. Vec. Allah, mən vegetarian deyiləm axı. Mən niyə vegetarian? Katleti indi nəsə gögərtdən, bir tər düzəldiblər. Amma konkret katlet dadı ya. Heç bir sağlam, mühəndis olsun. Görüşərik. Bir dənə otu gəlir gözəl. Şoğla, bu boyda aeroport olar ala. Bu da bizim 3-cü uçuşumuzun yekunu. Deməli, Cinkadayıq aeroportda, hava limanında. Çox gözəldir. Dağların arasında, bu göstərim sizə. Dağların arasında və belə təyyarəni, o təyyarə və hər şey dağların arasından gəlmişik, düşmüşük bu təbiətin belə göbəyinə. Çox gözəldir. Və bizim bəxtəvərçiliyimiz ondadır ki, biz çamadan gözləmirik, elə birbaşa. Buradan exit var, exitlə çıxırıq. Uşaqlar, adam yoxdur, dedim bir dənə zəng eləsin qardaş, görsün. Mənim də nömrəm yoxdur, ona uyğun, bura uyğun. Görək, soruşsun, haradadır bu. Burada da tuktuklar moddadır. Kalan tuktuk var. Maşına birdən kimisə gəlməz deyənə. Bu qədər adam məncə təyyarə ilə bu şeylərə gəlməyib. Nə qədər maşın gəldi ala. Sahibsiz hesabsız maşın gəlib, əməli var. Çoxdular, həddindən artıq çoxdular. Yəni gözlüyüm buradan yox. Bunlar hamısı, indi hamı qəbiləyə getmir ha. Tura gedənlər də, safari tura gedənlər də var, başqa yerlərə gedənlər də var. Amma çoxdular da yəni. Bunlar yola çıxır. Hamısı Land Cruiser, Toyota'lar ya da Mitsubishi'lərdir. Ancaq belə, o da Toyota'dır. Elə bildim o Mitsubishi, o da Toyota'dır. Ancaq Land Cruiser'lar onlarla çıxırlar yola. Bu da hava limanı. Hey bey. Nice to meet you. How are you? Sorry to be late. No, it's not problem. Gəldilər, biz maşınla yola çıxmağa başlayırıq. Biz artıq yola çıxırıq. Mən bir ay öncə HB ilə internetdə tanış olmuşdum. Deməli, birinci gedirik breakfast səhər yeməyini yeyirik. Dalıca coffee ceremony'dir. Onun da arxasıca Mursi
qəbiləsinə, kəndinə gedəcəyik. Kəndinə, qəbiləyə bilməm, kəndinə gedəcəyəm o 100%. Deyirəm, bəs sən demişdin hava axı isti olacaq burada, yağış yağır falan filan. Deyir, biz çox nadirən bu hallar baş verir, yağış yağması. Biz də deyir, qonaqlar gələndə belə hal olanda onlara deyirik ki, sən uğurlu adamsan, gəlişinlə bizə su gətirirsən. Qəşəng detaldır. Gəldik səhər yeməyi yeyəcəyimiz yerə. Ətrafı sizə göstərirəm. Belə bir şeydir. Hava çox qəşəngdir. Yağışdan sonra yaranan gözəl hava var. Amma burada da o görsənir, o hiss olunur. Cabanadır bunun adı. Bu cabana içərisində kofeni dəmləyirlər. Kofelerin adı bunun adı və kofe stəkanları da bax belə olur onların. Bir orada var, bax. We call it the anadam. Okay. And when we drink coffee, we put on the coffee. I saw in Yes, videos. for Yeah. Okay uşaqlar, indi bir dənə salamlaşırdıq, dedi onu baş salırdı, dedim elə video çəkim. Efiopiyada insanlar, it's in Ethiopia, yeah? Yes. When you meet someone, the Yeah. greeting is salam with handshake. Then you do like 3 times. Oh, okay. This is the greeting. Okay, understand. Başa düşdünüzə yəqin ki, birinci salam əllə verirsən, sonra 3 dəfə çiyini vurursan sağ çiyini ki, bu salamlaşmaq olur. Əla, sıfır. Uşaqlar səhər yeməyimizi yedik. Dedi ki mənə ki, gəlməliyik bu yanda oturmalıyıq. Mən sənə kofe seremoniyasını göstərməliyəm, proses necə olur. Kofeni yəni orada içəcəyimizi düşünürdüm, amma dedi yox. Biz burada mən seremoniyanı sənə göstərməliyəm. Və belə oturacaqlarda oturduq. İndi gözə görə nə olur? Stəkanları sadəcə suya saldı, çıxartdı. Təmiz yumadı. Bu normal məsələdir əslində burada. Oradan götürdü çayniki. Çaynik dediyimiz, what was the name? Jabana. Cabana götürdü oradan. Külü əlavə qoyur ora. Bizim qəlyan başlığı kimi bir şeydir. Baxın. Bir mənalı olaraq Efiopiya kofenin vətənidir, yəni anası, atası, hər şeydir. Ona görə yəni kofenin əsas burada içmək və bunlarda bir mədəniyyət sayılır da kofe. Başa düşdünüz, bunun verilməsi, hər şeyi bir mədəniyyətdir. Nəsə qatdan üstünə iyi verir, qoxu verir, onun üçündür. Kömür iyi verməyəsən, onun qoxusu gəlsin, mən belə başa düşdüm. Uşaqlar, çox acıdır. Dadlıdır ya, yəni mən kofe sevənəm deyənə mənə dadlı gəlir. Kofe sevməyəm, buna heç dadlı qəbul edilməz. Amma ağırdır, yəni şey deyil, yüngül bir şey deyil. Okay, gəlin indi bir dənə belə də test edəyək. Görə necə dadı. Yes. Çox başqa bir şey oldu ya uşaqlar. Çox başqa. Kofe getdi kofenin dadı. Tamamilə başqa bir dad əldə elədik. Belə qəribə bitkidir. Bizim bitkilərdən nəyə oxşadığımı bilmirəm, amma it's interesting. Uşaqlar, cəmi $100 pul xırdalamışam, pulun qədərinə baxın. Bir paşka bir veriblər, bir də belə xırdalar veriblər. İndi onları burada xərcləmək lazımdır, qaqam. Deməli, mən Tanzaniyada Hacıza bir qəbiləsi olanda hamı məndən soruşurdu ki, sən nətər olur ki, bunlar saçlarını nəylə kəsirlər, bığlarını nəylə qırxırlar, saqqallarını nəylə təmizləyirlər. İndi mən onu lezva alacağım. Onlar sadəcə lezvada istifadə edirlər. İndi mən o lezvadan onları alacağım. Gedəcəm indi qəbilələrə, onları paylayacağam. Mənim kimi bir çox turistlər gələndə nəsə gətirirlər. Ya lezva, ya nəsə. Gətirirlər, verirlər onlara. Onlar da onu təmizləyərək saçlarını, zatlarını təmiz eləmiş olurlar. How much is? 350 var. 350 this one. Yes. Okay, how much we need? Let's take 3 or 2. Okay, let's 3. 3 paşka götürürəm, bunları verəcəm qəbilədə insanlara bölüşdürərək ki, istifadə eləsinlər. What about candy for children? Maybe. And how much first say the price? Şöyle bazara gəlmişik, bazardan indi uşaqlar üçün də şirniyyat alacaq. I saw. Good. 200. 200? Okay, take it. And how much was this one? That's expensive, 600. 6 manat eli bizim puldan. Alıram da, niyə də? Saqqız alıram, konfet alıram, bir də lezva alıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. This one and give him. Yəni pulumun xırdasını qaytarsınlar.
2070 vermişəm bunlara. Bunun neçəsi bir paşka çupa-çup salmışam, bir paşka başqa saqqız, bir paşka başqa saqqız, bir də 3 paşka lezva almışam. Lezva saçlarının təmizləməyə, saqqallarını təmizləməyə yarayır. Digərləri isə uşaqları sevindirmək üçündür ancaq. Hə uşaqlar, yolumuza davam edirik. Aldıq alacaqlarımızı, gedirik maşınımıza doğru. Bu da belə deyim də sizə baxıb təsəvvürünüz yaransın. Yəni Afrikada bir bazardır. Və hələ də o tərəzidən istifadə edirlər. Belə qablar falan. Bunlar iki qəbilə arasında dava-dalaş var. Ora getsək təhlükəlidir. Gedək bu birisi təhlükəsiz olana, amma orada deyir 2 ailədir də, yəni çox ailə yoxdur. Gedək görəli nə var orada. Uşaqlar gəldik, səhər yeməyimizi elədik ən vacibi. Telefonuma nömrə aldım taxtam. Deməli, yesimlərin hamısında $30 yuxarı internet və 3 günə size verilirdi. Sərf eləmirdi yəni. Aldım nömrəni 5 manata, internet aldım 7 günlük, limitsiz, free 6 manata. Yəni 11 manata başa gəldi mənə. Sağ olsun, qaqaş kömək elədi mənə. Pulumu $100 dəyişdim, 15.000 neçəsə elədi, 15.300 elədi səhv eləmirəm. 15.300 elədi, bir elədi, 15.000 bir elədi bundan puluyla. Bizim 1 manat 10 qəpik bunların 100 biridir. Sonra getdik bazardan uşaqlara şey aldıq. İndi isə gedirik ən vacib yerlərdən biri olan Mursi qəbiləsinə. Mursi qəbiləsi haqqında nələr görəcəksiniz, nələr danışım, oradan danışıram. Burada havaydan başında danışmam. İndi isə uzun bir yolumuz var. Biraz uzun yola, yorula. Gözümün altına bax günə şişmişəm, pis gündəyəm. Sabah əla olacaq, sabah üzüm gözümün də yerində olacaq, amma dinamikanı itirmirik. Dinamikanı itirmirik, qaqaş. Uşaqlar yoldan, məlumat vermiş zaten, yoldan lokal, yəni yerli, həmən bu qəbiləyə məxsus olan yerli bir gid əlavə götürürük ki, o gid danışıb bizi ora sala bilsin. Bu gid elə bir ki, onlara əlaqə qurur, onların hamısı ilə, onlar isə birbaşa qəbilə başlarından əlaqə qurub bizim ora girişimizi təmin edir. İndi ona dedi, o da arxamızca gəlir, biz də gedirik birbaşa qəbilə tərəfə. The people comes here before 3 years ago. They are war with the Mursi and Ari tribes, and the tribe will be. They are coming here like a huge campus. They are staying here. Still, the government they are talking because they are fighting with the land. The population is there is a lot of population. The Ari tribes, and they are farmers. The Ari tribe. Okay. And they are the Mursi tribes are. They are not farmers. They have a lot of cows and goats. Because they have a big lands, Okay. but the Ari tribes they have population is the highest in Omo Valley, and but they take their Mursi lands. Uşaqlar Mursi dilində Akeli salamlaşmaq deməkmiş. İndi danışmağa çalışır. So you remember the greeting? Actually, Akeli, yeah. Actually, and I show you 3 times with chest. Ah, okay. This man? Take. Achali. Akeli. 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 Chali da. Anichali. Yes. You must say Kanichali, yeah? I understand. Anichali. 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 Kanichali. Oh. touch it, no problem. It's not. Uşaqlar, bunu Şıram kəsib ha, kəsərək öz adını yazıb. Uşaqlar, bax kəsərək bunu yazıb. Bu əlavə izləri də atıb. Onu da şey eləyibdi. It means anything or what? Yeah, but not. They are looking some leaves and some of them. This is the cross. Yeah. And just some this is Amharic letters and Baruch. Also, this is with Amharic his name Okay, good. and Walia. It's like antelope. You know antelope. The, Yeah, the animal, yeah. Yeah. Uşaqlar, qəribə gəlir, əlvi toxundursan çox qəribə hiss eləyir adam. Amma kəsib doğrayıbdı, qaqaş özünü kəsib doğrayıbdı ki, burada özünə səlqə, səhman və gözəllik yaradıbdı. Bibimə bax.
Nigara Mama. berkala nigara. Ukerazo. Ya kalu. Betele içi betele Ana hino. içi betele tas. Uşaqlar baxın, dişləri yoxdur. Dişlərini ona görə çıxardılar ki, bunların cavan yaşında o talekanı yerləşdirə bilsinlər. It's for the beauty, yeah? Yes. Yes, they're doing it. You know- If the plate is more big, they are more beautiful, yeah? Uşaqlar deməli məsələ nədən ibarətdir? Əvvəl bunların qadınlarını, kişilərin qadınlarını oğurlayırdılar. Başqa Suzan gəlib oğurlayırdı. Amma nəticə etibarı ilə bunlar bilməyiblər neynəsinlər ki, bu gözəl qadınları yığışdırmaq üçün ortaqdan. Onları belə eybəcərləşdirməyə başlayıblar. Və zamanla bu eybəcərləşdirmə ki, onlar oğurlanmasınlar deyənə gəlib artıq gözəllik anlamına çevrilib bunlarda. Və bugünkü gün bu kimdə böyük qabdısa, o daha gözəl sayılır burada. Və belə şeylər də var. Bu onların gözəlliyi anlayışları, bu buynuzlar da salladıblar. Məsəl üçün bu ağır buynuzları başında gəzdirir və belə bir meyvələr də taxır. Onda da lap böyükdür. Oyda uşaqlar, əti mirpəşir bu dəqiqə nəyi var? Çox əti mirpəşir, amma indi onu mən istəyirəm özüm çıxardım da. Belə qəribə gəlir mənə, amma onu eləməyə çalışacağam. May I take it? Yeah? Saki biryani. Yes? Yeah. Ana hadi kena. Aki dira. Dirinya. Okay, ansa. Yuxarıya eləmə. Dişləri ona görə çıxardıblar. Sağ. Dişləri ona görə çıxardıblar ki, o diş oradan ona eləyəndə dişlərinin olmamağından çıxsın. Maya. Hoppa. Yeah. Thank you. And what's their religion? They don't have a religion, you know. How's their marriage process? First they choose the boys they choose, and after the parent their agreement. The parent. Okay. Your father and her father will be like your father and her father. But first I choose the girl. I will tell for my father and her father and my father how many cattle to pay for her parents. Okay. The parent there agree. The girl she don't decide. How much must pay one man for one Girls. woman? Okay. For one woman like 20 bulls maximum. 20 bulls. Bulls. Yeah. The big one is like with the physical and a very fat one. Köhnə qadınlar, lap qədimdə olan qadınlar belə deyək. Orkan. Yes, Orkan. Yeah. Nice to meet you. Nice. Açeli. Deməli uşaqlar köhnə qəbilədə olan qadınlar deməli deyir ki, dodaqlarını da, qulaqlarını da kəsirdilər elə. Amma yeni nəsillər ancaq qulaqlarını kəsirlər. Dodağa ehtiyac yoxdur daha. Amma yenə deyirəm bu qədim adət-ənənələridir. Bu gözəllik nümunəsi sayılır. The lip plate is here. Okay. You know the difference. Bu birisi əlimdə tutdum. Bu dodağa istifadə olunur. Bu birisi qulağa istifadə olunur. Qulağa istifadə olunan çox yüngül bir taxtadır. Bu birisi isə çox ağır bir metal fason bir şeydir. Dəqiq bilmirəm nədir. İzah da elədi. O qədərcə ingilis dilim yoxdur, amma çox ağırdır. Yəni nisbətə çox ağırdır. Bunun ağırlığı da dodağı da dartır aparır. Bu qadın da göstərim sizə baxın bunun dodaqlarına. Oydu. Əti mirpəşə eləmiş o. Qulaqlar necə yumuşaqdır. Yumuşaq olub qulağım burası. Orkan. She makes. Açali. Salam Azərbaycan. Can you say? Salam Azerbaycan. Yeah, thank you. Good, thank you. Uşaqlar, bu qəbilə, indi keçin mən bir ümumi informasiya alaraq, bu qəbilə Cənubi Efiopiyada Omo vadisinin ətrafında yerləşir. Mago National Parka yaxındılar. Əhalisi əslində 10-12 min nəfərdir, amma qəbilənin böyük olan hissəsi müharibə vəziyyətindədir deyənə. Bizə bunlardan belə deyim, köçəri ayrılmış, biraz uzaqda yaşayanlar daha təhlükəsiz olan hissəyə gətiriblər. Bunların isə sayı 100-dən çoxdur. Yəni, indi adamların bəziləri gediblər inəklərin zadı yedizdirməyə də gəzdirməyə, çobanlığa belə deyək. Qəbilənin özünün forması, bu kəndin, bu hissənin forması belədir. Ərazi çox istidir, 40 dərəcəyə yaxın isti var. Öz dilləri var, Mursi dilləri var. Əsas işləri maldarlıqdır, inək saxlayırlar. İnək bunlar üçün bank sayılır da. Pulun əsası inəkdən gəlir. Yəni ən vacib sərvət inəkdir.
Evləri bax belə palçıqdan hazırlanılır. Bəziləri dördbucaq olur, bəziləri bax belə yumru olur. Hələ onun o tərəfi də var. İndi mən sırf bu tərəfdən sizə göstərirəm. Əkinlə də məşğul olurlar. Həmçinin bax üzərində kişilərin bəzəməsi var. Qadınları sizə göstərdim üzlərin disklərinə şey eləməyə. Bax körpə uşağı da indidən körpəyə baxır. Bir də kişilərin çubuq döyüşü var. Bu birazdan baş verəcək. Bunlar o da kişiliyin rəmzi olaraq qalib gələn hörmətli adam sayılmağa başlayır. Çubuqla döyüşürlər. Burada kim qalib gəlsə o evlənməyə namizəd olaraq uğurlu namizədlərdən biri sayılır. Qadınların gözündə qalxır. Və sair və ilaxır. Yəni hörmətli bir kişiyə çevrilmiş olur. Burada ümumiyyətlə kişilik rəmzi cəsarət, güc belə şeylərlə göstərilir əsasən. Ona görə o da bir metodikalardan biridir. Soruşsaz bəs evlilik prosesi falan bunlarda çox arvadlılıq moddadır. Yəni modda deyəndə ki, çox arvadlılıq var. Yəni bir kişinin 7 dənə də arvadı ola bilər. Amma məsələ ondan ibarətdir ki, o 7 dənə arvada çata biləcək məbləğdə inəyi var. O qədər inək verməlidir ki, onun atasına, qızın atasına onu ala bilsin. Bir də burada bu zəncirvari, əslində mən o bir qəbilələrdə izah edirəm. Çünki bu mədəniyyət bütün qəbilələrdə var Efiopiyada. Uşaqlar, indi gedək evlərinə baxaq, görək evlərinə vəziyyətdə olur. Evlərini də görək içərisi nətərdir. Baxın, məsəl üçün bu evlərin formasıdır. Və indi biz bunlar çoxdular sayı etibarıyla. Bu qəbilənin adamları çoxdular. Amma hələsi bir oydu. Bir dənə bunu gördünüz də necə girdi. Bu da evin içərisi. İçərisi var belədir. Bismillah. Görürsünüz millət, hoş uşaqlar, bu bunların qabları, qaşıqları. Belə alətlərdən istifadə edirlər. Bax, diz paltarlardan tapırlar. Oradan buradan tapırlar, yığırlar bura. Görürsünüz, baba, dəxilli, dəxilsiz paltarlardır. Atırlar, bir yerdən gelib çanta tapıblar. Nə bilim, kimsə gələndə gətirib. Bax, belə yığılır, paltarca da əmələ gəlir. Bu boyda balaca evin içərisində bunlar 7 nəfər yaşayırlar uşaqlar. Buna bax. Uşaqlar görürsünüz də özünüz. Bir yerdə ürəyi tutaq şəkil çəkdirək, tuta bilmir. Like that. Like that. No, a little bit. Hop. Okay. Okay, good. Bizi aldığımız şeyləri verdiyi uşaqlara paylasınlar. Okay. No, we will give later. Later, okay. Biz onlardan xahiş edirik. Əslində bugün onların günü deyil. Yəni bu müəyyən xüsusi seremoniyadır. Yəni elə hər dəqiqə bunu eləmirlər. Seremoniyadır. Amma xahiş elədik, git bəlli bir ödənişini elədi ki, zəhmət olmasa bizim üçün bu seremoniyanı göstər. İndi o seremoniyanın formasını bizə göstərəcək. O kişilərin döyüşünün bir belə deyim, səhnələşdirərək bizə göstərəcəklər əslində. Nətər olur bu? O çox sərtdir ya. Çox sərt, very strong. Yeah, it's very strong. Çox sərtdir uşaqlar bu. It's not broke easily. Okay. Asan da sınmır deyir. Kişilərdən xahiş elədim ki, milli rəqsiniz varsa onu da mənə göstərin. Başladılar ki, qadınlar başlamalıdır rəqsə. Qadınlar rəqs eləməlidir, biz qoşulmalıyıq. Bizdə belə şey yoxdur ki, kişi rəqsə başlasın. Birinci mütləq qadın başlamalıymış. Maraqlıdır. Bunlar yaxşı eləmədi. Köynə qadın gəldi. Başım keçmişin qadını onlara izah eləyəcək ki, nətər eləmək lazım. Mən belə başladım.
Uşaqlar gətirdilərimizi paylayırlar. İndi mən bunlardan xahiş elədim ki, lezva ilə necə saçınızı kəsirsiniz, saqqalınızı kəsirsiniz, onu mənə göstərin, onu göstərəcəklər. Baxın uşaqlar, belə bunlar saçlarını, saqqallarını düzəldirlər. Və təzə lezvanı götürdü, pramoy saçını kəsir ilə oynan. Yəni əlavə lezva üçün əlavə maşınkaya falan ehtiyac yoxdur da, başa düşdün nə demək istəyirəm. Elə birbaşa atırlar, kəsməyə başlayırlar. Rahatdır bax. Öz kəsilmir də, mən dedim. Zaten bilindiyi kimi keçəl dibindən də eləsələr, necə də eləsələr, yəni lezvanı birbaşa sonra aparmaq məncə riskdir, amma adamlar eləyirlər. Mən elə birisi, yenə deyirəm, bu bilmirəm o alətə nə deyirlər, lezvanı taxırlar başına ondan 40-a, bu ayrı bir söhbətdir. Amma belə birbaşa əlinlə, lezva ilə, bu da yəqin bir vərdiş tələb eləyir də. Onlardan xahiş elədim ki, bu şeyləri necə eləyirsiniz, paintləri? Bunlarda bəzənmələr, bu paintlər necə olur, onu mənə göstərəcək indi. Mən bilmirəm o nədir əlindəki, indi çıxardanda görəcəyik. Ağdır. Şimdi ağı qatır suyuna. Görə nə paint eləyəcək indi ona. Şitti eləyirlər avcı ya, didi güldü. We gonna paint. Şöyle yere söyle andise mata. እንደዛ ነው እርሻታ የወርቁ ጃለት ጠዋት ደውሎ ተቀባቡ። በቃ ብዙ ሰው ይመጣል ሲባል አንድ ይዞ ሊመጣ Başım uşaqlar, Mursi qəbiləsi ilə də bu qədər. Mursi qəbiləsi yenə təkrar eləyirəm. Bu onların bir hissəsidir. Bu çox böyükdür. Sadəcə bu döyüşdən dolayı ayrılıblar, paylaşılıblar və əsas hissənin də yolunu dövlət kəsibdir ki, turistlərə təhlükə yaranmasın. Yəni əsas o döyüş olan zonaya getmək onsuz da olmur. Ki bilmirəm, məlumatınız var, məlumatınız yoxdur. 2 türk turisti öldürüblər 2 ay bundan qabaq, elə o döyüşün ucbatından. Nəysə, sözüm onda yox. Nə danışırdım, hə? Bunlar paylaşılıblar. Məsələn, o döyüş ucbatından biri gedib o kəndə, biri gəlib bu kəndə, hərə belə təzədən qurublar evlərini, dağılıblar. Amma toplamda 12 min nəfərdən ibarət böyük bir qəbilədirlər. Əsas isə yenə də oradadır, amma yenə də belə ayrı-ayrı qəbilə üzvlərini görmək olur. Heç nə, Mursi qəbiləsi ilə də bu qədər. Qarşı növbəti qəbilələrimiz var, görəcəksiniz, öyrənəcəksiniz. Hələlik. Səhifəni bəyənməyi, sorry, əlim dəydi. Səhifəni bəyənməyi, subscribe eləməyi və like eləməyi unutmayın. Yes? Say goodbye.